Salam, inteqrala aid bir neçə suala baxırıq. İntegral sərhədləri 2-dən 3-ə. Əvvəlcə gəlin bu kəsri sadələşdirək. 1 minus x kubunu açırıq. Olacaq 1 minus x kublar fərqi kimi. 1 üstəgəl x üstəgəl x kvadratı. Məxrəcdə də 1 minus x. 1 minus x-lər ixtisar gedir. Cavab 1 üstəgəl x üstəgəl x kvadratı. İntegral sərhədləri 2-dən 3-ə qədər. 1 üstəgəl x üstəgəl x kvadratı dx bərabərdir. 1-in inteqralı x. X-in inteqralı x kvadratı böl 2. X kvadratının inteqralı x kubu böl 3. Və sərhədləri də 2-dən 3-ə qədər. İndi əvvəlcə 3 qoyuruq. 3 üstəgəl 3-ün kvadratı 9 böl 2. 3-ün kubu 27 böl 3. Minus 2 qoyuruq. 2 üstəgəl 2-nin kvadratı 4 böl 2. 2-nin kubu 8 böl 3 bərabərdir. 27-ni 3-ə bölsək 9 dəfə. 9 üstəgəl 3 12. Üzərinə 4,5 gəlsək 16,5. 4 böl 2 2. 2 üstəgəl 2 4. Minus çıx, yəni 8 böl 3 3-də 8. Bu da bizə verir 12,5 çıxılsın 3-də 8. 12,5 12 tam 2-də 1 deməkdir. Yəni 2-də 25 çıxılsın 3-də 8. Ortaq məxrəc 6. 6-nı 2-yə 3 dəfə 3 25-ə 75. 6-nı 3-ə 2 dəfə 2-ni 8-ə 16. 75-dən 16 çıxanda verir bizə 59. Məxrəc də 6. Yəni A variantı doğru cavabdır. İnteqrala aid növbəti suala baxırıq. İntegral sərhədləri A-dan B-yə 2x minus 3 dx 18 olarsa və A plus B 9 verilib, A minus B-ni soruşur. 2x-in inteqralı 2x kvadratı böl 2. 3-ün inteqralı 3x. Sərhədləri A-dan B-yə bərabərdir 18. Deməli, 2-lər ixtisar gedir. X kvadratı minus 3x. X kvadratı minus 3x. Sərhədləri A-dan B-yə bərabərdir 18-ə. Əvvəlcə gəlin A qoyaq, B qoyaq yerinə. Olacaq B kvadratı minus 3B. Çıxılsın A qoysaq, A kvadratı çıxılsın 3A. Bərabərdir 18-ə. B kvadratı minus 3B minus A kvadratı plus 3A bərabərdir 18-ə. Buradan B kvadratı minus A kvadratı çıx 3 ortaq çıxır B minus A. Yəni bu ikisini bir qruplaşdırdıq. A kvadratı və B kvadratını bir qruplaşdırdıq. Bərabərdir 18-ə. Burada yenə B minus A vurğulara ayrılır. B minus A, B plus A. Çıx 3 vur B minus A bərabərdir 18-ə. A plus B-ni 9 veriblər. 9 B minus A çıx 3 B minus A bərabərdir 18-ə. 6 vurulsun B minus A bərabərdir 18. B minus A bərabərdir 3-ə. Bizdən A minus B, yəni bunun tərsi, əksini istəyir. Əksi olacaq -3. Növbəti suala baxırıq. Şəkildə ştrixlənmiş hissənin sahəsini soruşur. Deməli, şəkildə verilən qrafik y bərabərdir 3 kök altı x-in qrafikidir və sərhədləri 1 və 4 ilə hüdudlanıb. Deməli, S bərabərdir integral sərhədləri 1-dən 4-ə qədər 3 kök altı x dx. 3 sabitdir. 3-ü keçiririk integral xaricinə, yəni integral 1-dən 4-ə. Kök altı x dx bərabərdir. İndi kök altı x-i burada yazıram. Kök altı x, x üstü 2-də 1 deməkdir. İndi x üstü 2-də 1-in integralını alsaq, x üstü 2-də 1 dx bərabərdir. Olacaq x üstü 2-də 1 üzərinə 1 gəlirik və x üstü 2-də 1 üzərinə 1 gəlirik. Daha doğrusu məxrəcdə 2-də 1 üstə gəl 1, x yoxdur. 2-də 1 üstə gəl 1. Bu da bizə verir, deməli, 2-də 3, x üstü 2-də 3. Yəni, 3-də 2, x üstü 1,5. Burada yerinə qoyuruq. 3 vurulsun. İntegralı aldıq biz. 3'də 2
X üstü 1,5 sərhədləri 1-dən 4-ə qədər. Bunu əldə edək. 3'lər ixtisarı getdi. 2 olduğu kimi qalır. 2 x üstü 1,5'dir. Yəni bir dəfə 4 üstü 1,5 minus 1 üstü 1,5 bərabərdir. 4'ün yerinə yazıram 2'nin kvadratı, qüvvətində də 1,5 minus 1. 2 vurulsun. Burada qüvvətlər bir-birinə vurulur. 2 1,5'e vurulanda 3. Yəni 2 üstü 3 çıx 1. 2 üstü 3 8, 1 çıxanda 7. 7'ni də 2'yə vursaq 14. Yəni cavab D variantı. İntegral sərhədləri 0-dan 2'yə 2x dx-i hesablayın deyir. Deməli, integral 0-dan 2'yə buradakı 2'ni çıxardıraq integral xaricinə, yəni x dx bərabərdir. 2 vur, x'in integralı olacaq x kvadratı böl 2. Sərhədləri 0-dan 2'yə qədər. 2'lər ixtisar gedir. X kvadratı 0, 2. 2 qoysaq 2'nin kvadratı çıx 0'ın kvadratı. Yəni cavab 4 B variantı. 22 nömrəli sualda integral sərhədləri 4-dən 5'ə qədər və 6 böl x kvadratı minus 6x üstəgəl 9 integralı verilib. Burada əvvəlcə məxrəci yazıram ki, x minus 3'ün mötərizə kvadratı, sürətdə də 6 dx. Burada 6, yəni 6'nı saxlayıram. X minus 3'ün kvadratını yazıraq ki, x minus 3'ün üstündə mənfi 2. İntegral 4'dən 5'ə dx. 6 yenə sabitdir. 6'nı saxlayıram. X minus 3 üstü mənfi 2'nin integralı x minus 3 mənfi 2'nin üzərinə 1 gəlirik. Olacaq mənfi 1. Məxrəci də mənfi 1. Sərhədləri 4'dən 5'ə kimi. Olacaq bu mənfi 6 vurulsun. 1 böl x minus 3. X minus 3 üstü mənfi 1. 1 böl x minus 3 deməkdir. Sərhədlərdə 4'dən 5'ə kimi. İndi hesablasaq mənfi 6 olduğu kimi qalır. Bir dəfə 5 qoyuruq. 5 minus 3'də 1 çıx. 1 bölünsün 4 minus 3'də 1. Mənfi 6 vur. Burada 2'də 1. 2'də 1'dən çıxarıq 1'i. Mənfi 6 vurulsun. Mənfi 2'də 1. Bu da bizə verir müsbət 3. Yəni B variantı.